Son illərdə Azərbaycanda şirkətlər və fərdlər arasında sosial təşəbbüslərin həyata keçirilməsinin prioritetliyi artmaqdadır. Bu, xeyriyyə layihələri və korporativ sosial məsuliyyət layihələri olaraq həyata keçirilir. Xeyriyyə layihələri daha qısa müddətlidir və birdəfəlik bir problemi həll etmək üçün həyata keçirilir. Korporativ sosial məsuliyyət layihələri isə davamlıdır və böyük bir öhdəlik tələb etdiyi üçün şirkətlər bunu həyata keçirməkdən bəzən qaçınırlar. Ancaq son zamanlarda ən azından bu layihələr müzakirə olunur və daha çox prioritetləşir. Sosial təşəbbüslərin effektliyi onlara ayrılan resurslardan əlavə bu təşəbbüsün cəmiyyətə, ictimaiyyətə necə çatdırılmasından ibarətdir. Burada əsas vəzifə PR və marketinq strategiyasının üzərinə düşür. PR və marketinq strategiyası cəmiyyətə iki məqsəd üzrə xidmət etməlidir. Həmin təşəbbüsün əhəmiyyətini vurğulamaq, təsirini vurğulamaq və başqa fərdləri, cəmiyyəti, şirkətləri bu təşəbbüsə təşviq etmək. Hər hansı bir şirkət sosial layihə həyata keçirərkən həmin sosial layihə şirkətin brend məhsulu deyil. Şirkət sosial layihələrdən, ümumiyyətlə korporativ sosial məsuliyyət layihələrindən brendi tanıtmaq üçün deyil, cəmiyyəti buna təşviq etmək, cəmiyyətdəki problemləri həll etmək və həmin problemlərə diqqət çəkmək məqsədi ilə etməlidir. Sosial təşəbbüsün bir forması olan xeyriyyə layihələrinin həyata keçirilməsi şirkətlər arasında daha çox üstünlük verilir. Xeyriyyə layihələri davamlı olmadığına görə və uzun müddətli öhdəliyi olmadığına görə qısa müddətli bir problemi həll etməyə təkan verir. Ancaq ki, bu layihələrin təbii ki, məzmunu, əhəmiyyəti bir-birindən fərqlənir. Mənim könüllü iştirak etdiyim Şaxta-Babaçkar kəndlərdə layihəsi birdəfəlik xeyriyyə layihəsi olaraq tanınır. Ancaq burada məqsəd yeni il ərəfəsində uşaqların sevincini təşviq göstərmək və həmçinin onların təhsilə olan meylini artırmaq üçündür. Çünki hədiyyələrin içərisində biz əsasən məktəb ləvazimatları, kitablara daha çox üstünlük veririk. Həmçinin komandada olan hər kəs hədiyyələrin onların psixoloji formasına dəstək olan hədiyyələrə üstünlük təşkil edirlər. Ancaq əlbəttə ki, bu layihə davamlı layihə deyil. Biz daha çox çalışacağıq ki, növbəti illərdə korporativ sosial məsuliyyətli layihələrə üstünlük verək, rayonlarda, ucqar yerlərdə təhsillə bağlı olan boşluqlara daha çox dəstək göstərək. Korporativ sosial layihələrdə PR və marketinq strategiyası iki çox vacib məqsədə xidmət etməlidir. Cəmiyyəti sosial təşəbbüsə təşviq etmək, həmçinin cəmiyyətdə olan ekoloji problemləri aradan qaldırılması üçün həll yollarına diqqətləndirmək, həmçinin yoxsulluğun azaldılması, təhsildə olan problemlərə diqqət çəkməkdir. PR və marketinq strategiyası olmadan sosial layihələr səmərəsiz sayılır. Çünki şirkətlər layihə haqqında ictimai şəffaflıq və hesabatlıq nəzdində hər kəslə bu məlumatları paylaşmalıdır. Sosial layihələrdə şirkətlərin yanaşması etik və strateji olmalıdır. Hansı ki, burada bir çox prinsiplər var ki, onları mütləq yerinə yetirmək lazımdır. Bunlardan əsasən məxfilik prinsipidir. Şirkətlər sosial layihələr haqqında ictimaiyyətə məxfilik prinsipini qorumaqla məlumat çatdırmalıdır. Burada əsasən hədəf qrupu olan, xüsusi qoruma və dəstəyə ehtiyacı olan həssas qrupdan olan nümayəndələrlə keçirilən layihələrdir. Buna əsasən uşaq evində və sığınacaqda yaşayan uşaqların iştirak etdiyi layihələrdə şirkətlər bəzən uşaqların üz cizgilərinin əhatə etdiyi məzmun materiallarından istifadə edirlər. Bu foto materialların paylaşılması uşaqların məxfilik prinsipini pozmağa yol açır, həmçinin onların şirkət üzərindən istismarına yol açır. Bir növ şirkətlər sosial məsuliyyət layihələrini həyata keçirərkən uşaqların üzərindən öz brendin rəğbətini artırmaq kimi ifadə edilir. Bu əlbəttə ki, düzgün deyil. Bu sosial layihənin əhəmiyyətini azaldır, əhəmiyyətsizləşdirir və həmçinin
bu uşaqlarla bağlı olan qanunların pozulmasına gətirib çıxarır. Əlbəttə ki, mən düşünürəm ki, bu halların baş verməsi nümayəndələrin təcrübəsizliyindən və məlumatlığının az olmasından irəli gəlir. Ancaq beynəlxalq hüquqlar çərçivəsində BMT-nin Uşaq Hüquqları Konvensiyası və həmçinin Avropa İnsan Hüquqları Konvensiyası da məxfiliyin qorunmasını tələb edir. Ümumiyyətlə xeyriyyə layihələri sosial təşəbbüsün bir forması olduğuna görə əsasən ondan misal gətirə bilərəm. Məsələn, bayramlarda, xüsusi günlərdə şirkətlər tərəfindən sosial təşəbbüslər həyata keçirilir və bu zaman marketinq və PR strategiyasının pozulma hallarından biri də nümayəndələrin brendin vizual materiallarını daha çox önə qoyduğu və labüdlüyünü gerçəkləşdirdiyi geyimlərdə və həmçinin rəsmi geyimlərdə olur. Bu isə güc balansızlığını göstərir və həmin hədəf qrupunu qurban vəziyyətinə göstərir. Yəni bu da bir növ istismardır və bu da həmçinin hədəf qrupunun üzərindən brendin rəğbətini genişləndirməyi ifadə edir. Sosial layihələrdə bu prinsiplərə əməl etməmək layihənin əhəmiyyətini azaldır və həmçinin bildiyiniz kimi Azərbaycanda şirkətlər arasında rəqabət, yəni ki, bir-birindən nümunə götürmə rəqabəti olduğuna görə eyni baş verən prosesləri başqa nümayəndələr də götürür. Yəni biz əgər düzgün yanaşma tərzi ilə sosial layihələri həyata keçirsək, başqa şirkətlər də bunu nümunə götürəcəklər. PR və marketinqin düzgün istifadə olunmamasının bir nümunəsi də bizdə baş verən, ümumiyyətlə ölkədə baş verən, dünyada baş verən təbii fəlakətlər, müharibələr, qəzalar zamanı mediada olan dəstək çağırışlarıdır. Hansı ki, bu dəstək çağırışları kədərli birlikdə bölüşmək, bir-birinə dəstək vermək məqsədli olmalıdır. Ancaq biz mediada şirkətlər tərəfindən görürük, burada loqoların yarışması və həmçinin mediaya daxil olan vizual materialların kontenti necə yaradıcı əks etdirmə ölçüsünün yarışını görürük. Həmçinin şirkətlərin də influencer marketinqdən istifadə etdiyi metod olaraq məsuliyyət daşıyan influencerlərin bir-biri ilə video reelslərin yaradıcılığına yarışını görürük. Əlbəttə ki, bu düzgün deyil. Əlbəttə ki, bütün faciələrin nəticəsi insan ölümüdür, canlı ölümüdür. Biz ölümü adiləşdirə, dəyərsizləşdirə bilmərik. Çünki rəqəmsal dövrdə biz bütün hadisələrə Instagram reelsi kimi baxa bilmərik. İkinci bir məsələ marketinqin düzgün istifadə edilməməsində bəzən ekoloji problemlərin həlli ilə bağlı biz ağac əkmə aksiyalarının daha çox həyata keçirilməsini görürük və işıqlandırılmasını görürük. Ancaq eyni zamanda ağacların kütləvi qırılması ilə bağlı mediaya paylaşım edən kiçik təşkilatlara olan laqeydliyi də görürük. Yəni ki, bu digər korporativ sosial məsuliyyət fəaliyyətləri, layihələri ilə digəri üst-üstə düşmür. Əgər ağac əkmə aksiyası daha çox ağacları qorumaya yönəlik bir fəaliyyətdirsə, eyni zamanda biz ağacların kütləvi qırılmasına da qarşı hər hansı bir məlumatlar, informasiya paylaşmalıyıq. Təbii fəlakətlərin qarşısı alınmaz və gözlənildiyi illərdə biz buna necə hazırıq, yəni ki, insanların, cəmiyyətin buna necə hazırdır, bundan çıxış yolları varmı deyə əgər fikirlər irəli sürmək istəsək, əmin ola bilmərik. Cəmiyyəti bu barədə məlumatlandırmaq həm şirkətlərin, həm fərdi şəxslərin, həm influencer olaraq cəmiyyətlə birbaşa əlaqəli olan insanların sosial məsuliyyətindədir.